Allah. Hardayıq? Hardayıq, hardayıq. Şüvalanda. Şüvalanda. Turan, Mir Mövsüm Ağa ziyarətgahının yaxınlığında. Gördüyüm bu gözəl ev çıxıb təcili satışa. Qiyməti sonda deyəcəm. Bir dənə yolu çək. Yolunu çəkək, məhəllənin işıqlandırmasına kimi hamısı varıdır. Dostlar, bu stildə ev görəndə dərhal deyirlər ki, makler yaxşı tikir. Amma bu şəxsi tikilidir. Qardaş hamısını bir-bir izah eləyir ki, buna bu qədər xərcim getdi, ona o qədər. Yəni, amma yenə də deyir, əslində, vallahi bu makler fikrini boş deyin. Yəni, elə maklerlər var, şəxslərdən də yaxşı tikir. Amma bu qardaş özü üçün tikib hamısını. Orada belə kombixanasıdır. Kombixanasıdır, evin, məhəllənin işıqlandırmasına kimi varıdır. Bir də ki, evimiz paket, kupçadır. Ev danışır da, gözəldikdir. Hovuzu bir yanda, evin özü bir yanda. Gözəldir, gözəl. Hamısı təbii daşlardan döşənib üzünə. Gəl. Qiymət də ki, super bir dənə rəqəm. Mebellərin hamısı qalır. Bir dənə, o dedi, qardaş televizordur, xaladenlikdir. Onları sonda deyəcəm, məlumat verəcəm. Bura zalıdır. Bax belə, geniş qonaq otağıdır. Burada belə Allah, qonaq otağı gör nə boydadır. Burası belə mətbəxtidir. Gəl, burada belə sanitar qovşağıdır. 4 otaqlı evdir Turan. Bura belə yataq otaqlarıdır, ayrı-ayrılıqda. Sanitar qovşağı, yataq otağı. Burada da belə yataq otağıdır. Yataq otağı. Mərkəzi yolu hardasa bir 350 çox yaxındır. Hə, keçək əsas məsələ. Bu bizim növbəti 3-cü yataq otağı. 3-cü yataq otağına. Gəl bura, gəl bura. Bu otağın ayrılıqda sanitar qovşağı da var. Demək ki, evimizdə evin içində 2 dənə sanitar qovşağı var. Unutdum deyə təkrar bunu əlavə elədim. İndi keç əsas məsələ qiymətə. Turan, qiymət olaraq 275 minə əşyalı. Tam bütün əşyalı. Əşyanın 265 minə əşyası. Əşyasız deyəndə köy mebellər qalmaqla. Bir dənə televizor dedi qardaş. Elektronika. Qalan bütün mebellərin hamısı qalmaq şərtindən 260. Yox, 275 minə əşyalı, 265 minə əşyasız. 057 156 00 47 tələsin dostlar. Səssiz